ki, nəyi qazanmışamsa, bu əmələ görə qazanmışam. Bunu bacarsaz əgər, kim bacarırsa, eləsin bunu. Namazı bitirəndən sonra, gündəlik namazların hamısını, hər birinə aiddir. Bitirəndən sonra 3 dəfə İxlas surəsi deyin. Qul Huvallah surəsini 3 dəfə deyin. 3 dəfə salavat deyin və Talaq surəsinin bu 2-ci ayəsini oxuyun. 3 dənə İxlas, 3 salavat, sonra bu ayə. وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللّٰهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللّٰهُ لِكُلِّ شَيْءٍ قَدْرًا. Bunu oxusaz. Ondan da sonra Həzrət Zəhranın təsbihini deyirsiniz də, namazdan sonra müstəhəbdir. 34 Allah-u Ekber, 33 Elhamdülillah, 33 Sübhanallah. Deyəcəksiniz, yenə də yüklədilər bizi. Yəni, amma bir şey deyil də, bu hamısı bir yerdə nə qədər çəkir?